Bismillahirrahmanirrahim. Değerli dinleyiciler, isterdim ki bir əhvalat size hatırladım. Sultan Mahmud öz saray əlini yoxlamaq üçün ki, görsün ki, ne kadar ona vəfalıdırlar, bir kervan yola saldı. Və cəvahirlə dolu bir dənə sandığı da koydu bir dəvənin belinə. Ama o sandığın ağzını qıfıllamadı, sandığın ağzını bağlamadı. Yolda bir çaya çattılar. O Sultan Mahmud dəvəni ram elədi. O cəvahir dolu sandığın ağzı açıldı, cəvahir töküldü suya. Sultan dedi ki, kim el atıp bu cəvahirdən ne kadar götürsə onundur. Saray əhli hamısı qaçdılar cəvahiri götürmeye, ama Sultan Mahmud'un bir vəziri var idi, Ayaz. Ayaz ise hiç yerindən tərpənməyərək qaldı sultanın yanında. Sultan təəccüblə Ayaz'dan soruşdu. Sen niye getmədin cəvahiri götürmeye? Ayaz ise gülümsəyərək belə dedi. Sultan sağ olsun. Mən neynirəm o cəvahiri? Mənim cəvahirim sənsən. Allah bütün varlıq aləmini insan üçün yaradır. Amma insanı isə özü üçün yaradır. Odur ki, insan da gərək Allah'a xidmətdə ola, Allah üçün ola, işlərini Allah üçün görə. Əgər bir insan bir işi özü üçün görsə, o olar onun nəfsi pərəstliyi. Amma işləri cəmaat üçün görmək o bütpərəstlikdir. Həm Allah üçün, həm xalq üçün insan bir iş görsə, o da iki pərəstlik olar. Amma öz işi əgər insan Allah üçün görsə, onda olar Allah pərəstlik. İbrahim Aleyhisselam'ın duası da buydu ki, İnne salat ve nusuki ve mahyay ve memati lillahi rabbil alemin. Namazımda ve benim gittiğim yolda, ölməyimdə, diriliyimdə Allah üçündür. Bəs insan eğer Allah'a xatir, Allah rızasına iş görsə, bəndələrinə kömək də eləsə belə, Allah'ın bəndələrinə təbii ki, insan kömək eləməlidir. Allah'ın bəndəsinə kömək eləsə belə, Allah'a xatir görməlidir. Eğer Allah'a xatir bir işi görsə, onda onun işi Allah yanında da değerli olar. Allah'ımızdan razı olsun.